Salam uşaqlar, bu günləri 7-ci sinifin DIM testindən atom quruluşu olan bölmədən A variantına baxırıq. Səhifə 19-da olan testlərə. Demək, bizə nə verib? Bizə silisium verib və silisium elementinin deyir ki, nüvəsinin yükü 14-dür. Biz öyrənmişdik ki, əgər kimyəvi elementin neçə protonu varsa, nüvəsinin yükü də protonun sayına bərabərdir. Çünki nüvədə nə yerləşirdi? Protonla neytron yerləşirdi. Neytron neytral idi, yükü yox idi. Proton isə müsbət yüklü idi. Yəni protonun sayı həmçinin nə deməkdir? Nüvənin yükü deməkdir. Əgər bunun nüvəsinin yükü 14-dürsə, demək proton sayı da yəni neçəyə bərabərdir? 14-ə bərabərdir. İkinci sualda soruşur, doğru olanı müəyyən edin. Demək, bizə fosfor elementi verib və fosfor elementinin kütlə ədədini verib. Demək, biz deyirdik ki, sol tərəfdə yuxarıda duran kütlə ədədidir. Kütlə ədədi nəyə bərabərdir? Protonla neytronun cəminə. Və sol tərəfdə aşağıda duran isə nə idi uşaqlar? Bizim protonumuzun sayı idi. İndi bizdən soruşur ki, proton, neytron və kütlə ədədini biz tapmalıyıq. Proton elə buradan dedik ki, 15-dir. Demək, cavabımız ya A-dır, ya C-dir. Sonra neytron sayına baxanda neytron demək kütlə ədədi 31-dir. 31 və neytron sayısı uşaqlar protonla neytronun cəminə bərabər olduğu üçün biz kütlə ədədindən protonun sayını çıxanda nəyi tapırıq? Neytronu tapırıq. Ona görə cavabımız olur nə? A variantı. Üçüncü suala baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Bizə iki kimyəvi element verib, natrium və maqnezium elementi və bunun kütlə ədədi 23-ə bərabərdir. Proton sayı da 11-ə. Maqneziumun kütlə ədədi 24-ə bərabərdir. Proton sayı da neçədir? 12-yə bərabərdir. İndi variantları gəlin uyğunlaşdıraq. Protonlarının sayı deyir 11-dir. Burada protonun sayı 11 olan natriumdur. Ona görə 1 gedəcək birinciyə. Neytronlarının sayı 12-dir. Bax, burada gəlin hər ikisinin neytronunun sayını tapaq. Demək, bayaq dedik, kütlə ədədi nəyə bərabərdir? Protonla neytronun cəminə. Demək, bunun 11 protonu varsa da, demək, bu 23 protonla neytronun cəminə bərabər olduğu üçün 23-dən 11 çıxanda biz nəyi tapırıq uşaqlar? Neytronu tapırıq. Demək, bunun neçə neytronu oldu? 12. Bunun da 24-dür kütlə ədədi. 12 dənə də protonu var. Demək, onda 12 dənə də neytronu olur. Çünki kütlə ədədi protonla neytronun cəminə bərabər olduğu üçün. Ona görə bu 12 hər ikisinə gedəcək mərkəzə. Yəni, üçüncüyə uyğun olacaq. Nüvəsinin yükü 11-dir. Nüvənin yükü protonun sayına bərabərdir. Bu da yenə natriuma aiddir. Elektronlarının sayı 12-dir. Bu nəyə aiddir? Maqneziuma aiddir. Gedəcək neçəyə? Dördüncüyə. Bunu da cavabda uyğunlaşdırarsınız. Sonra baxırıq dördüncü suala. Atomun proton sayını müəyyən edin. Atomun proton sayı uşaqlar nüvədə olurdu da, protonla neytronlarımız bizim nüvədə yerləşirdi. Ancaq bizim burada nüvədə nə proton, nə neytron heç nə görə bilmirik. Bizim burada protonun sayı necə təyin edilir? Bu elektron təbəqələrində görürükmü? Elektronlar burada yerləşib qara rəngli dairələrlə. Demək, bu bizim həm də nəyimizin sayıdır, həm də protonumuzun sayı. Çünki biz demişdik ki, protonun sayı nəyə bərabərdir? Elektronun sayına bərabərdir, neytral atomdur. Və bu dairələr sahib görürük neçə elədi? 15 elədi. Demək, bunun 15 dənə elektronu varsa, 15 dənə də nəyi var? Protonu var. 5-ci suala baxırıq. Kütlə ədədi verilib elementlərin, bir də elektron sayıları verilib və bizdən soruşur ki, neytron sayını tapın. Əgər bunun elektron sayı demək 13-dürsə, bizə demişdi elektronun sayı nəyin sayına bərabərdir? Protonun sayına bərabərdir. Demək, onda bunların proton sayıları da neçədir? 13-dür və yaxud da 7-dir, 12-dir. Demək, kütlə ədədi də nə ilə nəyin cəminə bərabərdir? Protonla neytronun cəminə bərabərdir. Əgər bizdən burada neytronu istəyirsə, kütlə ədədindən nəyi çıxırıq? Protonu çıxırıq. Protonlar da elektrona bərabər olan qiymətlərə bərabərdir. Ona görə birincidə baxırıq. 27-dən 13 elektron varsa, 13 protonu var. Çıxırıq neçə qaldı? 14 qaldı. İkincidə kütlə ədədi 14-dür və 7 elektronu var. Demək, 7-də nəyi var? 7-də protonu var. Yox, neytronu soruşur. 7-də bizdə nəyi var? Neytronu var. Sonra 24-dən 12 çıxırıq. 12-də nəyi var? Neytronu var. Baxırıq, hansı cavab uyğun gəldi. Demək, 14, 7, 12 cavabımız olur. Nə? D variantı. 6-cı testə baxırıq. Demək, bizə azot elementi verib. Deyir, elektron sayı 7-dir. Proton sayını deyir, tapın. Biz də demişdik ki, protonun sayı elektronun sayına bərabərdir neytral atomda. Demək, onun 7 dənə də nəyi var? Protonu var. 7-ci sualda deyir, X, Y, Z-i müəyyən edin. Bizə burada demək, atomun modelini verib uşaqlar. Nüvəyə baxıb görürük ki, nüvədə yüklü 3 dənə hissəcik var. Müsbət yüklü 3 dənə hissəcik. Biri budur, biri budur, biri də budur. Demək, bu nədir? Protondur və onu Z ilə göstərib. Demək, Z bizdə nədir uşaqlar? Proton.
Sonra qırmızı dairədə olan neytrondur. Çünki nüvədə bir də neytron var və yüksüzdür. Demək Y nədir? Neytron və mənfi yüklü bu elektron təbəqəsində hərəkət edən zərrəcik isə nədir uşaqlar? Bizdə elektrondur. Ona görə cavabımız olacaq nə? D variantı. 8-ci testə baxırıq. Demək bizə kütlə ədədi verilib, yəni elektron sayı verilib. Element atomunun neytron sayını hesablayın. Yəni bu testdə bayaq əvvəlki testdə bir də belə bir testimiz var idi. Burada da yenə protonların sayı elektronların sayına nədir? Bərabərdir. Yəni bunun neçə elektronu varsa o qədər də protonu var. Neytronlarını da tapmaq üçün kütlə ədədindən nəyi çıxırıq? Çıxırıq proton sayını. Yəni burada 37-dən 17-ni çıxırıq, neçə qalacaq? 20 qalacaq, yəni 20 neytronu var. 16-dan 8 çıxırıq, neçə qalacaq? 8, 8 neytron olacaq. 52-dən də 24 çıxırıq, neçə qalacaq? 28. Cavabımız olacaq nə? Y variantı. Sonra 9-cu testə baxırıq. Doğru olanı müəyyən edin. Bizə xlor verib, deyir proton, neytron və kütlə ədədini tapın. Bu bizim nəyimiz idi? Protonumuz idi. Bu bizim nəyimiz idi? Kütlə ədədidir. Demək protonu 17-dir, kütlə ədədi neçədir? 35-dir və neytron sayıda kütlə ədədi protonla neytronun cəminə bərabər olduğu üçün kütlə ədədindən protonumuzun sayını çıxırıq, qalır nəyin sayı? Neytronun sayı. Cavabımız olur C variantı. 10-cu testimizdə bizə 2 kimyəvi element verib və deyir bunlar üçün ümumi olanı tapın. Deyir protonlarının sayı, bunun 15 protonu var, bunun 16 protonu var, ona görə eyni deyil. Neytronlarının sayı, gəlin baxaq uşaqlar, kütlə ədədindən protonunun sayını çıxanda qalır 16 neytron, kütlə ədədindən protonunun sayını çıxanda qalır 16 neytron. Ona görə də cavabımız olacaq nə? B variantı. Aydın məsələdir ki, elektron sayı da uyğun ola bilməz, çünki proton sayları fərqlidir. Nüvəsinin yükü yenə proton sayı deməkdir. Kütlələr baxırıq, birində 31-dir, birində 32-dir. Ona görə uyğun deyil. 11-ci testə baxırıq. Bizə X və Y elementləri verilib. Deyir, neytron sayı 10-dur, kütlə ədədi 18-dir. Bizə protonu demək tapmalıyıq burada. Protonla neytron cəminə bərabər olduğu üçün kütlə ədədi, bunun da 10 protonu var, demək 10 neytronu var, demək 8 dənə nəyi var? Protonu var. Sonra ikinci Y elementində demək kütlə ədədi 56-dır, proton sayı 26-dır. Demək onda bunun neçə neytronu varmış? 30 da neytronu varmış. Demək A-mız oldu 8, B oldu 30. 12-ciyə baxırıq. Deyir, izotopları müəyyən edin. İzotoplar nə idi uşaqlar? Protonlarının sayı eyni olan atom növüydü. Ona görə cavabımız nə olacaq? 1 ilə 2. 13-ə baxırıq. Z atom üçün hansı ifadə doğrudur? Deyir, 30 elektronu var. Bəli, 30 protonu varsa 30 elektronu var. Cavabımızın biri budur. Deyir, 35 neytronu var. Demək, bu kütlə ədədi idi. Protonla neytronun cəminə bərabərdir. Bu da proton idi. Demək, kütlə ədədi 65-dir. Proton sayı 30-dur. Neytron da kütlə ədədindən çıxırıq protonu. Yəni, 65-dən çıxsaq 30-u eləyəcək neçə? 35. Demək, ona görə də bu da doğrudur. 65 protonu var. Xeyr, 65 kütlə ədədidir. Kütlə ədədi 35-dir. Xeyr, 65-dir. Ona görə cavabımız olur nə? 1 ilə 2. 14-cüyə baxırıq. Atomun 8 elektronu 10 neytronu olarsa, onun kütlə ədədini tapmışıq. 8 elektronu varsa, onda demək proton da neçədir? 8-dir. Kütlə ədədi nəyə bərabərdir? Protonla neytronun cəminə, yəni 8 ilə 10 toplayırıq. Kütlə ədədi neçə elədi? 18 elədi. 15-ci testə baxırıq. Demək, bizə manqan elementi verilib. Kütlə ədədi 55-dir. Proton sayı da 25-dir. Deyir, 30 elektronu var. Xeyr. 25 protonu varsa 25 elektronu var. Deyir, 25 neytronu var. 25 neytronu yox uşaqlar, 25 protonu var, ona görə ikinci də səhvdir. Nüvəsinin yükü 25-dir. Bəli, nüvəsinin yükü 25, çünki proton sayı 25-dir, nüvənin yükü də onda 25 olacaq da, nüvənin yükü protonun sayı deməkdir. Kütlə ədədi 55-dir, bəli, bu da doğrudur, ona görə cavabımız nə olacaq? 3 ilə 4 olacaq. 16-ya baxırıq, atomun 7 elektronu və 7 neytronu olarsa, onun kütlə ədədini hesablayın. Yenə bu testdən bayaq birinə baxdıq. Demək, 7 elektronu varsa, 7 dənə də nəyi var? Protonu var. Kütlə ədədi də protonla neytronun cəminə bərabər olduğu üçün 7 üstünə gələk. 7 neçə eləyəcək? 14 eləyəcək kütlə ədədi. 17-ci testə baxırıq uşaqlar. Deyir, 16 protonu olan atom. Gəlin burada hamısının protonlarını əvvəlcə tapaq. Protonu tapmaq üçün nə edirdik? Kütlə ədədindən çıxırdıq. Yox, elə proton özü aşağıda veriləndi də. Proton, bunun 15 protonu var, bunun 16 protonu var. Demək, onda buna uyğun gələcək B.
Bunun 8 protonu var, bunun 8 protonu var, bunun da 16 protonu var. Demək, B ilə Y gedəcək. Sonra neutron sayını tapmaq üçün kütlə ədədindən çıxırdıq. Demək, neytronu tapanda kütlə ədədindən çıxırdıq protonun sayını. Burada indi baxırıq, 31-dən 16, 15 çıxanda bunun 16 protonu var. Bunun neçə protonu var? 19 protonu var. Bunun 8 protonu var. Bunun 9 protonu var. Bunun da neçələdir? 17 protonu var. Neytronu var. Üzr istəyirəm, proton deyirəm bayaqdan hamısını. 17 neytronu var. Deyir 16 neytronu olan atom, 16 neytronu olan atom A uyğun gələcək buna. Kütlə ədədi 16 olan, kütlə ədədi 16 olan, kütlə ədədi də budur. Demək, buna da uyğun gələcək C variantı. Bunlar çıxdıq, düz yazdıq. 19, 8, 9, 17 belə uyğun gəlir. Sonra demək 18-ci testimizə baxaq. Proton sayı 16-dır, neytron sayı 17-dir. Deyir, kütlə ədədini tapın, elektron sayını tapın. Əgər protonu 16-dırsa da, demək onda elektronu neçədir uşaqlar? Proton elektronu bərabər olduğu üçün onun da 16 demək elektronu var. Kütlə ədədi də nəyə bərabərdir? Protonla neytronun cəminə. 16 protonu varsa, 17 də neytronu varsa, kütlə ədədimiz neçədir uşaqlar? 33-ə bərabərdir. 19-cu testə baxırıq. Demək, alüminium elementinin deyir, proton sayı 13-dür, neytron sayı 14-dür. Bunların cəmi də bizə nəyi verirdi? Kütlə ədədini verirdi. O da eləyəcək neçə? 27. Brom elementinin kütlə ədədi deyir 80-dir, neytron sayı da 45-dir. 80-dən də 45 çıxanda neçə qalır? 35. Demək, proton sayı da neçə imiş? 35 imiş. 20-ci suala baxırıq. Kütlə ədədi proton sayının 2 mislindən. Tutaq ki, hər hansı biz X elementi verib, bilmirik protonu neçədir. Yəni, burada elə hərf işarəsindən yazıram protonla kütlə ədədini. Deyir ki, kütlə ədədi proton sayının 2 mislindən bir vahid çoxdur. Bax, bura kimi hələ baxaq testimizə. Demək, bax, kütlə ədədi proton sayının 2 misli nə deməkdir? 2-yə vururuq da protonu. Bir vahid çoxdur. Yəni, 2 protonun üstünə bir gələndə bunu eləyib kütlə ədədi. Və davam edirik. Deyir, çox olan atomun 11 elektronu var. Aha, bunun 11 elektronu varsa, proton da nəyə bərabərdir? Elektronun sayına bərabərdir. Demək, onda bunun protonu da 11 imiş də. Kütlə ədədini tapa bilərik. Uşaqlar, kütlə ədədi bərabərdir. 2 vurulsun, protonumuzu tapdıq. Neçə elədi? 11. Üstünə də 1 gəlsə, eləyəcək neçə? 23. Demək, bunun kütlə ədədi neçə olub? Neçə imiş? 23 imiş. Deyir ki, bu atomun kütlə ədədini, kütlə ədədini tapdıq. Neçə elədi? 23 və neytron sayını tapın. Biz də bilirik ki, neytron nəyə bərabərdir? Kütlə ədədindən çıxırıq protonu. Kütlə ədədini tapdıq 23-dür, neytronu tapdıq 11-dir. Onda proton neçə elədi? 12. Demək, onda proton sayımız da neçə imiş? 12.